Salam əziz xanımlar. Bugün mən klimakterik dövrünə yaxınlaşdıqca qadınlarda olan qanaxmalar haqqında danışmaq istəyirəm. Nə üçün bu yaşda, təxminən 40 yaş üstü xanımlarda belə qanaxmalar müşahidə olunur? Bunun əsas səbəbi qadınlarda bu yaşda hormonal sistemin zəifləməsi ilə əlaqədardır. Ən çox da o xanımlarda müşahidə olunur ki, onlarda daha öncədən hormonal problemlər var. Qaxanvari vəzi ilə bağlı hormonal problemlər ola bilər, insulin rezistentliyi, maddələrin bədəsinin pozulması ilə bağlı durumlar ola bilər. Belə ki, bu zaman follikul böyüyüb partlaya bilmir. Xanımlarda artmış estrogen fonunda ikinci faza çatışmamazlığı, progesteron zəifliyi olur. Progesteron zəifliyi olduğu üçün də qadınlarda başlayır qanaxmalar. Yəni qalınlaşmış endometriya artıq miqdarda soyulur və qanlı ifrazatlar, laxta şəkilli qanlı ifrazatlar müşahidə olunur. Və bu da əlbəttə ki, xanımlara üzr qanazlığı yaradır, anemiya yaradır. Anemiyanın yaratması isə daha sonra onlarda, bir sıra orqanlarda da dəyişikliklərin yaranmasına, tez-tez dərizik düşmə, ümumi halsızlıq və s. kimi hallara səbəb olur. Ona görə də əziz xanımlar, əgər sizdə də klimakterik dövrə yaxınlaşıbsa, 45 yaş təxminən üstü dövrdürsə, bəzən 40 yaş üstü dediyim kimi qadınlarda da müşahidə olunur. O zaman mütləq şəkildə müraciət etmək lazımdır. Çünki bu qanaxmalarını yaşamaq düzgün deyil. Qanaxmanın qarşısını almaq, hormonal sistem stabilləşməlidir ki, sizdə bu durumlar da aradan qalxsın və anemiya xəstəliyi kimi ağır xəstəlik müşahidə olunmasın. Hər birinizə sağlamlıq arzu edirəm.